Ramazan orucunun niyyəti yaxşı olar ki, həmin gün gecə yatmamışdan əvvəl və yaxud da sübh namazına az qalmış niyyət olunsun. Yəni niyyətdə deyilir ki, Ramazan orucu tuturan vacib qürbətən ilallah. Gecə yatmamışdan əvvəl bunu deyə bilərsiniz. Ramazan orucu tuturan vacib qürbətən ilallah, yəni bunu deməklə bütöv Ramazanın niyyətini eləyə bilərsiniz. Yəni günləri birinci gün, ikinci gün, üçüncü gün, dördüncü gün ayrı-ayrılıqda niyyət eləməyə ehtiyac yoxdur. Deməklə ki, Ramazan orucu tuturan vacib qürbətən ilallah bütün Ramazanın orucunu niyyət eləyə bilərsiniz. Bu, Ramazan ayı girməmişdən əvvəl Şabanın son gecəsi, Şaban ayının son gecəsi niyyət olunur. Məsəl üçün, sabah Ramazandırsa, biz bugün gecə niyyət eləyib yata bilərik, yatmamışdan əvvəl niyyət olunur və yaxud da niyyət sübh namazına az qalmış olunur. Allah oruc namazlarınızı qəbul eləsin.